çox maraqlıdır. Müəllimlərimiz bizə kayak sürməyi öyrətdi. Mən əvvəlcə kayak sürməyi bilmirdim, amma müəllimlər bizə öyrətdi və kayak sürməyə başladım. Burada bizə hər şeyi öyrətdilər, dostlarıma da öyrətdilər. İndi biz çox yaxşı kayak sürə bilirik. Qəhrəman şəhidlərimizin övladları Su İdman Növləri Federasiyasının bazasındadırlar. Onlar burada su idman növünün yaxından sirlərini öyrənirlər, təlimlərə cəlb olunurlar və biz hesab edirik ki, bu cür sosial layihələr hər zaman olmalıdır və su idman növünün təbliğində şəhid uşaqlar arasında bu idman növünün marağının aşılanmasında hesab edirəm ki, bu cür layihələrin özünün müsbət əhəmiyyəti var.